Я отношусь к действующему президенту Соединенных Штатов. Mənim Amerika Birləşmiş Ştatlarının hazırki prezidentinə böyük hörmətim var. O, hakimiyyətə və Ağ evə qayıtmaq üçün çox çətin, mürəkkəb və təhlükəli yol keçib. Ona edilən sui-qəsd cəhdindən və bir neçə dəfə edilən hücumlardan sağ çıxması faktını biz hamımız yaxşı bilirik. O, cəsarətli insandır, bu aydındır. Onun ölkə daxilində etdiklərini, yaxın şərqdəki vəziyyəti, Ukrayna böhranını həll etmək üçün cəhdlərini, həmçinin Amerika Birləşmiş Ştatlarındakı böhranı həll etmək üçün səylərini görürük. Əlbəttə ki, bütün bunları çox yüksək qiymətləndirirəm və mən bu barədə artıq danışmışam və indi bunu açıq şəkildə demək istəyirəm. Mən inanıram ki, Prezident Trump Ukrayna problemini həll etməyə çalışır. Mən hər zaman təmaslara, görüşə açığam. Bilirəm ki, cənab Trump da görüşün mümkünlüyündən danışıb. Amma mən də onun kimi hesab edirəm ki, bu cür görüşlərə hazırlaşmaq lazımdır və biz əməkdaşlığın yeni səviyyələrinə çatmalıyıq. Ümumiyyətlə, Prezident Trumpın sayəsində Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər müəyyən mənada düzəlməyə başlayıb. Lakin diplomatik sahədə hər şey razılaşdırılmayıb. Biz diplomatik sahədə ilk addımları atmışıq. Отношения между Россией и Соединенными Штатами начинают хоть в чем-то выравниваться.